Bugün gəlin Allahın sizə imanınıza görə olsun təlimini həkk etmək üçün biraz vaxt ayıraq. İman həyatımızda ən çox nəyə ehtiyacımız olduğunu düşünəndə deyə bilərik ki, bu həqiqətən də imandır. Əgər imanımız yoxdursa, narazılıq edəcəyik ki, bu da imansızlığın nəticəsidir. Sonda heç nə əldə edə bilməyəcəyik. Qalatiyalılara məktubun 6-cı fəslinə əsasən müqəddəs kitab nə deyir? İnsan əkdiyini nə edir? Allahın bütün sözləri yerinə yetir. Elə bir söz yoxdur ki, yerinə yetməsin. Hər şey yerinə yetir. Allah bizi yerinə yetəcək müqəddəs və böyük işinə çağırır və Allahın işində az da olsa iştirak etdiyimiz üçün bizə göylərin izzətini verir. İdmançılar Olimpiya oyunlarında medal qazandıqda Koreyada hərbi xidmətdən azad olunur. Məsələn, futbol komandası medala iddialıdır. Daha sonra məşqçilər bütün komanda üzvlərinə üstünlük qazanmaları üçün ən azı bir dəfə oyunda iştirak etməyə icazə verirlər. Əgər onlar medal qazansalar, hətta oyunda cəmi 5 dəqiqə iştirak etsələr belə hərbi xidmətdən azad olunacaqlar. Beləliklə, məşqçilər bütün oyunçuları 1 dəqiqə və ya 5 dəqiqə belə oynadırlar. Həyatın xoş xəbərini, müjdəni bütün insanlığa təbliğ edin. Allah bizə bunu əmr etdiyi üçün bu mütləq yerinə yetəcək, elə deyilmi? Allah bizə Allahın işində iştirak etmək fürsəti verib və biz iştirak etməsək belə bu yerinə yetəcək. Bunun üçün ata və anaya şükür etməyə və izzət verməyə bilmərik. Həmçinin o, bizə müjdədə iştirak etməyə icazə verdiyi halda Filippililərə 4-cü fəslə əsasən bizə nə verir? Hətta bizə qüvvət verir. Öz bacarıqlarımızla heç nə edə bilmərik. Lakin Allah iman gətirib onun iradəsinə tabe olan hər kəsə qüvvət verir ki, onları qüvvətləndirən Allah vasitəsilə hər şeyi edə bilsinlər. O, Allahın onlara verdiyi qüvvətlə hər şeyi etməyə imkan verir. Bu fakta da inanmalıyıq. Həmçinin bizim mütləq ehtiyacımız olan şey imandır. Allahın onları hara aparırsa, ardınca gedərək sona qədər Siyonda qalanlar və Yerusəlimdə yazılanlar. Axırda onlara nə olacaq? Onların müqəddəs adlanacağı yazılıb. Onlar Allahın müqəddəs xalqıdır. Buna görə də onlara müqəddəslər, yəni Allahın xalqı deyilir. Buna görə də Vəhiy kitabının 14-cü fəslində açıq şəkildə yazılıb, Allahın əmrlərinə riayət edən müqəddəslərin gərək dözümü olsun. Əgər dünyada Allaha inanırıqsa, gündəlik həyatımızda, ətrafımızda və müjdə sahəsində hansı dəyişikliklər olacaq? Biz imanı olmayanlara bənzəməməliyik.